Dünyanın ən təhlükəli yeri komfort zonadır. Ümumiyyətlə hamımız isti yatağımızda yatmağı, hər şeyin rahat yanımıza gəlib çatmağını sevirik. Amma elə ən böyük problem də burada başlayır. Komfort zona dediyimiz yer bizim inkişafın olmadığı yerdir. Ümumiyyətlə böyük xəyallar qururuq, bahalı maşınlar istəyirik, bahalı geyimlər istəyirik, amma heç kim o oturduğumuz rahat divanda gətirib bunu bizə vermir. Düzdür, hər gün öyrəşdiyimiz şeyləri etmək bizi təhlükəsizlikdə hiss elətdirir, amma bilirəm ki, hamımızın içində mən bunu bacararam, mən bunu edə bilərəm deyə bir hiss var. Elə ən böyük uğur da bu hissi boğmamaqdır və onun üzərinə getməkdir ki, ilk addımı atırsan və o həyəcanla davam eləyirsən. Nə vaxt ki, tər tökürsən, əziyyət çəkirsən, bir iş üzərində baş sındırırsan, elə uğur həmin vaxtda başlayır. Sənə dünyanı dəyişməyə ehtiyac yoxdur. Yəni xırda bir addımla da başlaya bilərsən. Bu o deyil ki, sən gedib biznes qurmalısan, iş qurmalısan. O monoton həyatdan çıxıb ilk addım var. Get kimlərsə yeni insanlar tanımağa çalış və yaxud da yeni bir hobbi etməyə çalış ki, sən həyatını kiçik addımlarla dəyişməyə başlayasan.